Havınıza salam. Bəzən ən mürəkkəb texnologiyaların içinə baxa bilmirik, amma onların necə işlədiyini mütləq bilməliyik. Bax, bugün mühəndislərin məhz bu cür qara qutuları anlamaq üçün istifadə etdiyi çox ağıllı bir həll yolundan danışacaq. H parametrlərindən. Gəlin belə bir şey təsəvvür edək. Qarşınızda bir qara qutu var. İçində nə olduğu, necə qurulduğu barədə heç bir fikriniz yoxdur. Amma onun iki əsas nöqtəsini bilirsiniz. Bir giriş və bir çıxış. Siz girişə bir siqnal verib, çıxışda nə baş verdiyini ölçə bilirsiniz. Bax, elektronikada biz bu cür sistemlərə iki portlu şəbəkə deyirik və bütün sirr, bütün məsələ məhz bu giriş-çıxış əlaqəsini anlamaqdadır. Adətən mühəndislərin bu cür qara qutuları təhlil etmək üçün özlərinin sınanmış üsulları, alətləri var. Bəs birdən-birə bu standart alətlər işə yaramaz hala gələndə nə baş verir? Gəlin görək bu problem niyə ortaya çıxır və bu bizim üçün niyə bu qədər vacibdir? Normalda bu analizi etmək üçün Z parametrləri deyilən bir alətdən istifadə olunur. Fikir çox sadədir. Gərginliyin cəryanı olan nisbətini tapırsan, vəssalam. Bu, bir çox halda dəmir kimi işləyən, çox etibarlı bir qaydadır. Amma həmişə yox. Problem də məhz burada başlayır. Bəzi qurğularda, məsələn, ideal bir transformatorda gərginlik və cəryan arasında o sadə, gözlədiyimiz əlaqə mövcud deyil. Bu da o deməkdir ki, bizim güvəndiyimiz Z parametrləri bu vəziyyətdə tamamilə faydasızdır. Sanki oyunun qaydaları dəyişir və bizim də təcili yeni bir strategiyaya ehtiyacımız yaranır. Bəs bu çıxılmaz vəziyyətdə nə etməli? Bax, elə bu an hekayəmizin qəhrəmanı səhnəyə çıxır. Hibrid parametrlər. Adından da hiss olunduğu kimi, bu tamamilə fərqli, qarışıq bir yanaşmadır. H parametrlərinin bütün gücü onların adında gizlidir. Hibrid, yəni qarışıq. Onlar nə sırf gərginliyə, nə də sırf cəryana fokuslanır. Bunun əvəzinə hər ikisini birləşdirərək çox çevik, qarışıq bir model yaradırlar. Və məhz bu çeviklik Z parametrlərinin iflas etdiyi yerdə onlara unikal bir üstünlük verir. Yaxşı, bu mürəkkəb görünən hibrid əlaqə əslində iki dənə çox səliqəli və zərif tənlikdə cəmləşir. İlk baxışdan biraz riyazi görünə bilər, amma qorxmayın. Gəlin onların məntiqini birlikdə açaq, görəcəksiniz ki, çox sadədir. Yaxşı, gəlin bu tənliklərin məntiqini anlayaq. Fikir budur, biz iki şeyi bilmək istəyirik. Girişdəki gərginliyi, yəni V1-i və çıxışdakı cəryanı, yəni I2-ni. Bu tənliklər deyir ki, bu iki dəyəri tapmaq üçün bizə sadəcə iki başqa şey lazımdır. Girişdəki cəryan I1 və çıxışdakı gərginlik V2. Fikir verdiniz, biz həm gərginliyi, həm də cəryanı bir-birinə qarışdırırıq. H parametrlərin bütün gücü məhz bu qarışıq yanaşmadan gəlir. Bu tənliklər çox gözəl görünür, amma o 4 kiçik H hərfi əslində nə deməkdir və biz onları hardan necə tapırıq? Məlum olur ki, cavab olduqca praktikdir. Bütün bu 4 parametri tapmaq üçün dövrə üzərində cəmi 2 dənə çox sadə sınaq aparmaq kifayətdir. Deməli, strategiyamız iki addımdan ibarətdir. Birincisi, çıxış portunu qısa qapamaq, yəni çıxış gərginliyini V2-ni məcburi şəkildə sıfıra endiririk. Sonra tam əksini edirik. Bu dəfə giriş portunu açıq saxlayırıq və giriş cəryanını I1-i sıfırlayırıq. Vəssalam, bu iki sadə addım sayəsində hər bir H parametrini tək-tək asanlıqla aşkar edə biləcəyik. Gəlin birinci təcrübəni reallaşdıraq. Çıxışı qısa qapayan kimi V2 sıfıra bərabər olur. Bu hərəkət bizim o ilkin tənliklərimizdəki bir hissəni tamamilə yox edir və onları inanılmaz dərəcədə sadələşdirir. Elə bir riyazi təmizlik işi aparırıq və beləliklə ilk iki parametr, yəni H11 və H21 asanlıqla ortaya çıxır. Və budur nəticə. Baxın, bu tək sınaq bizə iki dənə çox vacib məlumat verir. Birincisi, H11 dövrənin giriş müqavimətini göstərir. Yəni, siqnala qarşı nə qədər inatkarlıq göstərdiyini deyir. İkincisi, H21 cəryanın girişdən çıxışa keçərkən nə qədər gücləndiyini göstərir. Yəni, biz həm müqaviməti, həm də güclənməni eyni anda öyrənmiş oluruq. Möhtəşəm deyilmi? 4 parametrdən ikisi artıq bizdədir. İndi isə tapmacanın digər yarısını həll etmək üçün ikinci sınağımıza keçirik. Bu dəfə giriş cəryanını, yəni I1-i sıfırlayırıq və görək bu bizə nəyi göstərəcək. İkinci sınağımız da tapmacanın son iki hissəsini tamamlayır. H2 bir qədər qəribə parametrdir. Bu, çıxışın girişi nə qədər narahat etdiyini, yəni geriyə təsirini göstərir. H22 isə dövrənin çıxışının siqnalını nə qədər asanlıqla buraxdığına, yəni keçiriciliyini ifadə edir. Və beləliklə 4 parametr də artıq əlimizdədir. Yaxşı, bütün bu riyaziyyatın, bu sınaqların əsl məqsədi nə idi? Məqsəd, bu abstrakt H rəqəmlərini götürüb, onları real, gözlə görünən və başa düşülən bir sxemə çevirməkdir. Başqa sözlə, biz artıq o qara qutunun içini çəkməyə hazırıq. Gəlin birinci tənliyimizə qayıdaq.
O əslində bizə dövrənin giriş tərəfindəki gərginliklərin balansını göstərir, yəni Kirchhoffun gərginlik qanununun ta özünü ifadə edir. Bunu gözümüzdə canlandırmaq üçün bir-birinə ardıcıl qoşulmuş bir gərginlik mənbəyi və bir rezistor təsəvvür edin. Bax, o tənlik məhz bu sadə dövrəni təsvir edir. İkinci tənliyimiz isə çıxış tərəfinə fokuslanır. Bu da bizə bir nöqtəyə daxil olan və çıxan cəryanların balansını göstərir. Yəni, bu da Kirchhoffun cəryan qanunudur. Bunu da bir cəryan mənbəyi və ona paralel qoşulmuş bir rezistor kimi təsəvvür edə bilərik. Və budur, hər şeyi birləşdirdikdə ortaya çıxan mənzərə. Bizim tapdığımız o 4H parametri bir araya gələrək o sirri qara qutumuzla tamamilə eyni şəkildə işləyən real bir sxem yaradır. Diqqət edin, giriş tərəfi ardıcıl qoşulmuş elementlərdən, çıxış tərəfi isə paralel qoşulmuş elementlərdən ibarətdir. Riyaziyyat fiziki reallığa çevrildi. Yaxşı, bütün bu maraqlı nəzəriyyə və modellər real dünyada, praktikada bizim nəyimizə lazımdır? Məlum olur ki, H parametrləri müasir elektronikanın təməl daşlarından, ürəyindən birinin analizində həlledici rol oynayır. Gəlin görək bu harada və necə tətbiq olunur. Bu sadəcə akademik bir məşğuliyyət deyil, əsla. H parametrləri demək olar ki, bütün elektron cihazlarda olan bipolyar qovşaq tranzistorlarının, yəni qısaca BJT-lərin davranışını anlamaq və modelləşdirmək üçün istifadə olunan əsas dildir. Əsas yadda saxlamalı olduğumuz fikir budur. Əgər sən bir BJT tranzistorunu anlamaq istəyirsənsə, onun dili olan H parametrlərini bilməlisən. Necə ki, başqa bir tranzistor növü olan JFET-lərin öz dili var, J parametrləri. Elektronikada hər bir vacib komponentin davranışını təsvir etmək üçün özünə məxsus bir açarı, yəni parametrlər dəsti mövcuddur. Və bu bizi son, düşündürücü bir suala gətirir. Biz bir problemi standart üsullarla həll edə bilməyəndə fərqli baxış bucaqlarını birləşdirən hibrid bir yanaşma ilə həll etdik. Bu güclü düşüncə tərzini elektronikadan kənarda həyatın hansı digər mürəkkəb problemlərini sadələşdirmək üçün istifadə edə bilərik? Cavabı sizə həvalə edirəm.